Bir mövzunu ictimailəşdirdim. Dedim ki, bəzi müğənnilər var ki, təbii ki, bunu gənc müğənnilərə mən şamil etmirəm. O 90-cı illərin, 80-ci illərin, ondan əvvəlki illərə demirəm, 80-90-cı illərin müğənnisi var ki, onlar o vaxtı gənc olublar. Belə sözlərinin kəsəri olub, gözəlliklərinin kəsəri olub, bədənlərinin belə kəsəri olub da. Hamı onları tanıyıb, deyib, ah bu nə gözəldir. Necə indi biz gənc müğənnilərə demirik, ah o gözəldir, uca boydur, nə bilim, qollu budaqlıdır, siması belə, təbəssümü belə, onlar da elə olub. İndi həmin o müğənnilər oturublar efirlərdə, ağlaşırlar. Heç nəyimiz yoxdur, heç nəyimiz yoxdur. Hər şeyləri də var. Balon, belə bankalarla, 3 kiloluq bankalarla qızılları var. Amma düşünürlər ki, bu xalqdan, bu insanlardan nəsə alacaqlarsa qənimətdir. Amma lazım deyil. Bax, o qadınlara, məhz həmin o qadınlara deyirəm ki, Azərbaycanın 70%-nə kişilərinə arvadlıq eləmişsiniz. Niyə yoxuzdur? Niyə yoxuzdur? Oxumusunuz, pullar qazanmışsınız, milyonlar qazanmışsınız. Neynəyək? O kişilərin adını çəkək, sizin adınızı çəkək. Sonra da oturursunuz orada namusdan, qeyrətdən danışırsınız. Nə deyirik ki? Varınızdır, gizlində bahalı 100 minlik maşınınız var. Nə bilim, gizlində nəyiniz var, gizlində nəyiniz var. Bu qoca vaxtınızda da öz, belə deyərdim də, hikkənizdən qalmırsınız. Keçmişdə görüşdüyünüz kişilər var, sizə paralar xərcləyib, ha. İndi onlardan ona görə əl çəkmirsiniz ki, onlarda olan pulu əllərindən almaq istəyirsiniz. Və çıxırsınız, ola, yenə də deyirəm, balonlarla bir, 3 kiloluq balonlarla bir, bankalarla bir qızılımız var. Yenə də çıxıb ağlaşırsınız ki, acıq, ağzımızdan qara su gəlir aclıqdan. Qızım belə, oğlum belə, oğlunun 60 yaşı var, geçsin özünə ev alsın da. Qızımın əri var, qızımın uşaqları var. Geçsinlər ev özlərini alsınlar maşınlarda. Niyə görə hər dəfə ağlayırsınız ki, hamımız bir evdə yaşayırıq, oğlumun ailəsi belə, qızımın ailəsi, qızımın bəyəm 15 yaşı var. Hər bir özün qızının 60, 65, 50, 55 yaşındadılar da. Geçsinlər özlərini gün ağlasın da. Ay Azərbaycanın yarısına arvadlıq eləyər. Bəzi müğənnilər dilənçilik etməyir.